Salam yoldaşlar, hər birinizi salamlayıram. Bu gün də Nərgiz Nəcəfdən kəmiyyət bildirən sözlər haqqında olan qaydanın izahını verəcəm sizlər üçün. Kəmiyyət bildirən sözlər nədir? Kəmiyyət bildirən sözlər bizim dilimizdə numerativ sözlərə bənzəyir, ancaq ki, numerativ sözlərdən fərqləndirən cəhətlərdən biri burada ingilis dilində isimlərin sayılan, sayılmayan kateqoriyaya bölünməsidir. Demək, başlamaq istəyirəm nədən? Bilirik ki, bizdə isimlər, ingilis isimlər bir sayılanlara bölünür, sayılanlar bir də sayılmayanlara bölünür. İndi yalnız özündən sonra sayılmayan tək isim gətirənlər. Məsələn, maç. Maç çox-çoxlu deməkdir, özündən sonra sayılmayan tək isim gətirir. Maç çox-çoxlu deməkdir, özündən sonra sayılmayan tək isim gətirir. A little az, biraz deməkdir. Nədir? A little biraz yetərli, little çox az, yetərsiz. Bunu izah edeyim, nə deməkdir? Məsəl üçün deyirəm ki, I have a little time. I am not hurry. Deyirəm ki, mənim biraz vaxtım var. Yəni müsbət mənada deyirəm. Mən tələsmirəm. Bir də deyirəm ki, I have not got little time. Bir də deyirəm ki, yox, belə deyək də. I have a little time. Mənim çox az vaxtım var. I am hurry. Mən tələsirəm. Birində vaxtım az da olsa var, müsbət mənadadır. Tələsmirəm. Amma birində də vaxtım yoxdur. Gecikirəm və tələsirəm. Ona görə bu formada işlədir. Bu hər üçü özündən sonra sayılmayan tək isim işlədir. Sonra özündən sonra cəmsim gətirənlər. Many'dir, few'dur, a few'dur, severaldır. Many çox-çoxlu deməkdir. Məsələn, many books, many girls belə deyə bilərik. A few biraz deməkdir. Bu da little, a little kimi yetərli, yetərsiz deməkdir. Few books, məsələn, biraz kitab. Deyirəm ki, I have a few books in my room. I needn't books. Məsələn, mənim biraz kitabım var, mənim kitaba ehtiyacım yoxdur. Few ilə desəm, deyirəm ki, I have few books. I need some books. Məsələn, deyirəm ki, mənim çox az kitabım var və mənim bir qədər kitaba ehtiyacım var. Məsələn, belə deyə bilərik. Sonra, several bir neçə deməkdir. O da özündən sonra sayıla bilən cəmsini gətirir. Several books. I need several books. Məsələn, mənim bir neçə kitaba ehtiyacım var. Sonra, sayıla bilən cəmsim gətirən, həm də sayılmayan tək isim gətirən növlər. A lot of çox-çoxlu deməkdir. Məsələn, a lot of flowers, çoxlu çiçəklər, a lot of coffee, çox coffee, lots ofdur, a lot ofdur, plenty ofdur. Bunlar bir-birinə ekvivalentdir, yəni üçü də bir-birini əvəz edə bilir. Hər üçündən də sonra sayılan və sayılmayan isim gələ bilir. Enough kifayət qədər deməkdir. Enough books. Enough özü isimdən əvvəl işlənir, sifətdən sonra işlənir. Enough isimdən əvvəl, sifətdən sonra işlənir. Sonra, özünün sonra məsəl üçün, həm sayılan cəmsimi gətirir, sayılmayan tək isim də gətirir. Məsəl üçün, deyirəm ki, I don't have enough money. Mənim kifayət qədər pulum yoxdur. You can borrow me. Sən mənə biraz borc verə bilərsənmi? More daha deməkdir. More questions. Daha, məsəl üçün, one more questions. Daha bir sualım var. Məsəl üçün, I have one more questions. Mənim daha bir sualım var. Belə deyə bilərəm. Sonra, a lot of-dan sonra mütləq isim gəlməlidir, yoldaşlar. A lot of-dan sonra mütləq isim gəlməlidir. A lot-dan sonra isə isim gəlməz. Niyə? A lot of gördüyünüz kimi sifəti əvəz edir. A lot of isimə bağlı olduğu üçün sifəti əvəz edir. Amma ki, a lot isə feildən, hərəkətdən bağlı olduğu üçün nitq hissəsi kimi zərf götürür. Ona görə ondan sonra nədir? Ondan sonra isim gəlməz. O feilə bağlı. Məsəl üçün, a lot of books. I have a lot of books. Mənim çoxlu kitabım var. Bir də deyirəm ki, she read a lot. O çox oxudu. A lot sözü mənası çox-çoxlu deməkdir. Məsələn, o çox oxudu. Sonra, a little arasında fərq var. Yəni, dediyim kimi, a little müsbət fikir ifadə edir. Little isə heç olmadığını göstərir, mənfili. Sonra, few, a little haqqında danışmaq istəyirəm ki, onlardan əvvəlinə a few-dan sonra cəm gəlir, a little-dan sonra tək gəlir. Bu, qarşısında olan article ismi təyin eləmir. Yəni, o sadəcə olaraq a few, a little article bunlardan sonra gələn, hissəciklərdən sonra gələn ismə heç bir aidiyyatı yoxdur. Sonra, little, few, no. Bu nə deməkdir? Little-dan few qəti şəkildə inkar cümlədə işlənə bilmirlər.
Little-dan few, no olan inkar cümlədə işlənə bilmirlər. Sonra gəlir little, kiçik, balaca mənasında. Sifət kimi işlənə bilir. Özündən sonra sayılan cəmsim, sayılan təksim ala bilir. Məsələn, a little boy, bir balaca, məsələn, balaca oğlan. A little boy, balaca oğlan. Boy sözü burada nədir? Sayılan cəmsim. Sayılan təksim. Amma burada desəm ki, little boys, burada sadəcə olan məsələ nədir? Ha? Burada oğlan sözü təkdə olduğu üçün, bax bu article oğlana aiddir. Ha? Bu little-dan aidiyyət yoxdur. Bu article buna aiddir. Boya aiddir. İndi boy sözünü cəmləsəm, məsələn, bunun qabağına yazdım 5 little boys, onda olacaqdır belə bu boy sözü 5 ismə aid olacaqdır. Little ortada sadəcə təyin edici kimi işlənir. Sonra gəlir only. Only yalnız kimi tərcümə olunur dilimizə. Only-dən sonra nə a lot of gəlməz, many gəlməz, much gəlməz, little gəlməz, few gəlməz. A lot of, only-dən sonra a few gələr, a little gələr, some gələr. Only-dən sonra a few gələrsə cəm isim işlənir. Only-dən sonra a little gələrsə tək isim işlənir. Sonra gəlir iki kəmiyyət bildirən söz yanaşı işlənərsə. Bu hisslərdə iki kəmiyyət bildirən söz yanaşı işlənərsə. Bu nə deməkdir? Demək, iki dənə düşünün ki, isim yanaşı işlənirdir. Bax, bunların hər ikisi isimdir. Biri peachdir, bu da isimdir. Şaftalı deməkdir, bu da treedir. Bu da ağac deməkdir, bu da isimdir. İndi, məsələ nədir burada? Burada iki ismin yanaşı işləndiyini görürsünüz. Biri şaftalı deməkdir, biri təkdir, biri cəmdədir. Əgər iki isim yan-yana işlənərsə, burada hər hansısa bir hissəci olarsa, burada yəni many işlənə bilər, little, a little, few, a few, fərq yoxdur. Hər hansısa bir isim işlənərsə, artıq bu kəmiyyət bildirən söz ikinci sözə uyğunlaşır. Yəni kəmiyyət bildirən söz nə olarsa, ondan sonra gələn onun tələb etdiyi isim də həmin formada olmalıdır. Məsələn, a few basketball. Məsələn, only-dən sonra gəlir nə a few. Burada basketball matches var. Basketball sayılmayan tək isimdir. Matches isə cəm isimdir. A few-dan sonra burada a few veribdir. Normal olaraq cəm isim gəlməlidir. Burada artıq gəlir ki, iki isim yan-yanaşı işləndiyi üçün bunların yan-yana. Bax, bu ikinci isimlə uzlaşır bu. Sonra, əgər ki, kəmiyyət bildirən isimdən sonra sifət, sonra isim gələrsə, kəmiyyət bildirən sözdən sonra sifət, sonra isim gələrsə, biz ismə baxırıq. Interesting burada sifət rolunda çıxış edir. Sifət. Bu isimdir, bu da kəmiyyət bildirən söz. Kəmiyyət bildirən söz. Kəmiyyət bildirən söz, bax, bu ismə cavab edir. Sadəcə o isim, nədir, sifət burada təyin edici rolunda çıxış edir. Yəni, burada çaşmayın. Sonra, many, much, few, little-lan haqqında danışaq. Burada very var. Very ilə to bir-birinə ekvivalentdir. Yəni, very ilə to bir-birinin xüsusiyyətlərini daşıyır. Hər ikisindən sonra həm many gəlir, much gəlir, few gəlir, little gəlir. Many-dən sonra cəm isim gəlir, much-dan sonra tək isim gəlir. Few-dan sonra cəm isim gəlir, little-dan sonra tək isim gəlir. Very-dən sonra article olmaz. Ona görə a few-dur, a little-dur, a lot of-dur, işlənməz. Sonra, so elə belə deməkdir. Daha doğrusu elə deməkdir. Beləni saçlar yerdir. So elə deməkdir və özündən sonra many, much, few, little gətirir. So'dan sonra gəlir many, much, little, few. So'dan sonra article işlənmədiyinə görə so'dan sonra a few, a little, a lot of olmaz. So'dan sonra many gələrsə cəmsim gətiririk. Much gələrsə təksim olur. Few gəlirsə cəmsim, little gəlirsə təksim olur. Article olmadığı üçün işlənmədiyi üçün a few-dur, a little, a lot of işlənməz. Həmçinin so bizdə işarə əvəzliyimizdir. So'dan sonra sifət və yaxud da zərf gələr. So'dan sonra isim olmaz. Saçdan sonra isim olar, amma so'dan sonra isim olmaz. Sonra, əgər ki, so'dan sonra hər hansısa bir kəmiyyət bildirən söz, yəni bunlardan many, much, few, little-dan gələrsə, ondan sonra isim götürə bilər. Amma birbaşa isim götürmək xüsusiyyəti yoxdur. Sonra gəlir saç. Saç elə belə deməkdir. Saç elə belə deməkdir. Saçdan sonra işlənən yeganə a lot of-dur. Saçdan sonra işlənən a lot of-dur. Saçdan sonra many, much, few, a little olmaz qəti şəkildə. Sonra əgər saç, daha doğrusu əgər little sözü kiçik balaca kimi tərcümə olunursa, saçdan sonra gələ bilər. Bir şərtdə ki, saçdan sonra burada little'dan sonra isim olsun. Bu halda məsəl üçün saç little olmaz qəti şəkildə. Yəni boyu düşünün ki, boy yoxdur burada. Olmaz. Çünki belə deyim də yanlışdır. Ancaq ki, saçdan sonra
Saçdan sonra little gəlibsə, little kiçik, balaca mənasında tərcümə olunubsa, burada özündən sonra isim gətiribsə, bu düzgündür. Və buradakı article da bu ismə aiddir. Article sayıla bilən tək ismin qarşısında işlənə bilər. Such a little boy, belə balaca oğlan. Sonra much və meaning haqqında danışaq. Much həm sifət kimi işlənə bilir, həm də ki zərf kimi işlənir. Sifət kimi işlənəndə isimdən əvvəl işlənir. Məsəl üçün isimdən əvvəl much plus isim. Feil kimi işlənəndə isə zərf kimi işlənəndə feildən sonra feil plus much olur. Feil üstə gələn much məsələn. Amma meaning yalnız sifət kimi işlənir. Bu nə deməkdir? Sifət kimi işlənməkdə əşya ilə bağlı olmaqdır. Amma zərf olanda isə hərəkətlə bağlı olur. A lot of. A lot of yalnız və yalnız sifət kimi işlənir. A lot of-dan sonra mütləq şəkildə isim gəlməlidir. A lot hərəkətə aid olduğu üçün zərfi iş kimi işlənir və feillə bağlı olduğu üçün zərf kimi işlənir. Amma a lot-dan sonra isim gəlməz. Sonra plenty of, lots of, a lot of. Bunlar bir-birinə bərabərdir. Plenty of da çox-çoxlu deməkdir. A lot of da çox-çoxlu deməkdir. Lots of da çox-çoxlu deməkdir. Hər üçündən sonra da sayıla bilən cəm isim gətirə bilir. Həm sayıla bilən cəm isim gətirir, həm də sayılmayan tək isim gətirir. Little, deməli, burada belə deyək ki, little həm sifət kimi işlənir, həm zərf kimi işlənir. Məsəl üçün, desəm ki, little time. Burada artıq little time-da sifət rolundadır. Sifət rolundadır. A few yalnız sifət rolunda çıxış edir. A few books burada sifət rolunda çıxış edir. Zərf kimi işlənməsi üçün feilə aidət olmalıdır. Mən hevcə vaxt a few-nu feildən işlədə bilmərəm, çünki olmaz. A few feildən işlənməz. Onun əvəzinə işlənə bilər a little. Feildən a little işlənəndə artıq burada zərf kimi tərcümə olunur. Yəni nitq hissəsi kimi zərf götürə bilərik. More. More dedik ki, daha deməkdir. More'dan sonra hər iki tip isim gələr. Sayılan da gələr, sayılmayan da gələr. Əgər more cümlədə tək işlənərsə, dedim ki, ismi həm sayılan ola bilər, həm də sayılmayan ola bilər. Ancaq ki, more'dan əvvəl hər hansısa bir təyinici söz gələrsə, müəyyən miqdar sayı ola bilər, some ola bilər, little ola bilər. Bunlar gələrsə, artıq more'dan sonraki gələn ismin təkdə və cəmdə olmasını onlar təyin edir. Məsəl üçün, more. Burada görürsünüz, more'un veribdir. Həm rəngini dəyişim. Məsələn, burada one var. Burada da question sözü var. Burada orada more var. Normalda more'dan sonra gələn isim əgər sayıla bilən cəmdirsə, cəmdə olmalıdır. Yəni, bunun sonunda s olmalıdır. Ancaq mən baxıram ki, more'dan əvvəl bir dənə mənim təyin edicim var. More'dan əvvəl təyin edicim olduğuna görə question sözünün təkdə və cəmdə olmasını bu one təyin edir. Yəni, more burada funksiyasını itirmiş olur. One'dan sonra gələn isim one bir deməkdir. Yəni, tək olduğu üçün s çəkicisi olmadığına görə artıq one'dan sonra gələn isim tək istədiyinə görə question sözü təkdə oldu. Və yaxud da ki, burada to'dan istifadə olunubdur. More questions. To müəyyən miqdar sayıdır. Müəyyən miqdar sayından sonra gələn isim cəmlənməlidir. To'dan sonra gələn question sözü cəmdə olduğuna görə, yəni dediyimdə to'dan sonra birdən böyük bütün rəqəmlərdən sonra gələn isimlərdə s çəkicisi artırılmalıdır. Müəyyən miqdar saylarından gedir söhbət. Burada to artıq rəqəm bildirir. Rəqəm olduğuna görə question sözü də sayıla bilən cəm isim olduğuna görə burada s çəkicisini artırmış olduq. S şəkilsini artırmış olduq. Həmçinin samda. Samdan sonra isim cəmlənə bilirsə, mümkün, yəni sayıla bilən cəmdə dediyimdə sayıla bilirsəm onu cəmləyirik. A little time. A little-dan sonra mümkün qədər ismi biz sayılmayan götürürük. A little-dan sonra gələn isim sayılmayan olduğu üçün more artıq bunun funksiyasını itirir və more'dan əvvəlki söz more'dan sonraki gələn ismin təkdə və cəmdə olmasını təyin edir. A number of, the number of. A number of və the number of-dan danışanda a number of çox-çoxlu deməkdir. Burada konkret miqdardan söhbət getmir. A number of-dan sonra gələn isim cəmdə olmalıdır, xəbərim cəmdə olmalıdır. Deməli, a number of-dan sonra gələn mübtəda burada artıq dəqiq saydan söhbət getmir. Qeyri-müəyyən saydır. A number of-dan sonra gələn isim cəmdə, xəbərim təkdə olmalıdır. Amma the number of-dan danışıramsa, the number of artıq dəqiq miqdardan, saydan söhbət gedir. The number of cəm isim istəyir, xəbərini təkdə götürməlidir. Məsəl üçün,
The number of people in our group is 25. The number of götürdük. İsmim Cəm verdi. Cəmdə götürdüm məsələn. Cəm. İndi xəbərim də izdir. Normalda Cəm ismə Cəm xəbər olmalıdır. Amma burada the number of-dan başladığı üçün isim mübtəda xəbər uzlaşmasına görə the number of-dan sonra gələn isim Cəmdə, xəbərim isə təkdə olmalıdır. Sonra gəlirəm yanlışlara və doğrulara. Lots of deyilən bir şey yoxdur. Onun əvəzinə a lot of var. Lot of deyilən bir şey yoxdur. Lots of var. A lot book olmaz. A lot of books olar. She read a lot of. She read a lot of olmaz. She read a lot olmalıdır. She reads a lot olmalıdır. Only'dən sonra a few gələr, bir də a little gələ bilər. So'dan sonra such, many, few, little gəlməlidir. Such, many, few, little gəlməz. Onun əvəzinə gələr many, much, few, little. Həmçinin bu to'ya da aiddir. Sonra so'dan sonra a lot of işlənməz. Such'dan sonra a lot of işlənər. So'dan sonra a few işlənməz. Çünki so article qəbul edilmir. So'dan sonra few gələ bilər. A little, a few olmaz. Bu çünki niyə article qəbul etmirlər? Where'dən sonra a few, a little olmaz. Where'dən sonra olur few və yaxud da little olmalıdır. Bu qədər qaydamız, quantifiers qaydamız da bu qədərdir. İnanıram ki, sizlər üçün daha dəqiq, daha aydın, daha sadə dildən izah verdim. Təşəkkürlər bir daha.